Rusiya vətəndaşlarını Almaniyaya səfər etməməyə çağırıb. Belə bəyanatla çıxış edən ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Rusiyalılar ehtiyac olmadığı təqdirdə Almaniyaya getməməlidir. Buna paralel olaraq Rusiya Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında Reichstagın bombalanmış tarixi fotosu əks olunub. Həmçinin Almaniyaya səyahət edən Rusiya vətəndaşlarının qarşılaşa biləcəyi risklər qeyd edilib. Almaniyaya səyahət barədə xəbərdarlıq üçün xüsusi əsaslar rəsmi açıqlamada ətraflı göstərilməsə də bu cür qərarlar çox vaxt təhlükəsizlik problemləri və ya diplomatik böhranlar nəticəsində verilir. Sözsüz ki, bu addım Berlin və Moskva arasındakı mövcud vəziyyətin daha da gərginləşməsinin göstəricisidir. Xarici ölkələrdə Rusiya vətəndaşları ilə insidentlər vaxtaşırı baş verir. Almaniyaya gəlincə ilk olaraq bu tövsiyə kimi ünvanlanıb. Rusiyanın yalnız 30% əhalisində xarici pasport var ki, ondan istifadə edənlər daha da azdır. Üstəlik ölkə o vəziyyətdə deyil ki, əhalinin çox hissəsi Avropaya səyahətə getsin. Əhalinin alıcılıq qabiliyyəti 2 dəfə aşağı düşüb. Gedənlər də tam olaraq səfərləri üçün məsuliyyəti üzərlərinə götürürlər. Almaniya tərəfi hələlik reaksiya verməsə də beynəlxalq ictimaiyyət bu tendensiyanı yaxından izləyir. Hesab olunur ki, Rusiyanın bu addımı Qərb ölkələri ilə dialoqun ümumi kursu baxımından xüsusi məna kəsb edir. Baxmayaraq ki, bir müddət əvvəl Almaniya Kəşfiyyat Xidmətinin rəhbəri Martin Yager ilə Rusiyalı həmkarı Sergey Narışkin arasında telefon danışığı olub. Amma bu dialoqdan sonra Kremlin sözü gedən ölkəyə səfər qadağası tətbiq etməsi ciddi suallar yaradır. Ekspertlər hesab edir ki, gərginliyin əsas səbəbi Rusiyanın bu il ərzində Avropa üçün yaratdığı təhdidlərdir. Çünki Moskva bir müddətdir qoca qitəyə hibrid təhdidlərini gücləndirir. Xüsusən də zaman-zaman PUA hücumları, təxribat cəhdləri və dezinformasiya yaymaq Berlinlə əlaqələri çətinləşdirən əsas faktorlardır. Hətta Alman siyasətçilər Kremlin ölkədəki ifrat sağçı Almaniya üçün alternativ partiyası ilə əlaqələr qurduğunu da qeyd edirlər. Bu münasibətlər Almaniyada siyasi mübahisələrə səbəb olsa da, Rusiyanın Avropadakı təsirini genişləndirmək səylərinin bir hissəsi kimi oxunur. Təsadüfi deyil ki, Moskva Almaniyada Merkeldən sonrakı hökumətlərlə normal dil tapa bilmir. Ukrayna müharibəsi ilə eks-kansler Olaf Scholz dövründən başlayaraq əlaqələrin pisləşməsi hazırki hökumət başçısı Friedrich Merzin hakimiyyəti illərində ən pis dövrünü yaşayır. Rusiya və Almaniya münasibətləri əslində 2022-ci ilin fevralından sonra pisləşdi. Yəni əlaqələr Ukraynaya geniş miqyaslı hücumla böhran vəziyyətinə kimi irəlilədi. Bu enerji asılılığının azalması, müdafiə xərclərinin artması və Avropa təhlükəsizlik arxitekturasının dəyişməsi kimi bir sıra köklü dəyişikliklərə səbəb oldu. Yəni Almaniya-Rusiya münasibətləri iqtisadi əməkdaşlıqdan geosiyasi rəqabətə kəskin keçid etdi. Düşünürəm ki, hazırki şəraitdə sabitləşmə gözlənilmir. Nəticə etibarilə Almaniya-Rusiya münasibətləri hazırda son dərəcə gərgin bir dövrə qədəm qoyub. Münasibətlər tarixi bir dönüş nöqtəsində olsa da, Ukraynadakı müharibə səbəbindən Rusiyanın NATO-ya mümkün hücumu ilə əlaqədar narahatlıqlar tərəfdaşlıq üçün maneələr yaradır. Ekspertlər qeyd edir ki, Almaniyanın müdafiə hazırlığını artıraraq mümkün qarşıdurmaya hazırlaşması və Rusiyanın hibrid təhdidləri davam etdirməsi səbəbindən yaxın gələcəkdə heç bir yaxınlaşma gözlənilmir.